Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rahmetullah dostlar. Hər vaxtınız xeyir olsun. Rəcəb ayının dualarını şərh edirdik. Biz gəlib Xəzain ayəsinə çatdıq. Biraz uzandı bəhsimiz, amma elə düşünürük bu bəhs çox önəmli, dəqiq bəhsdir və inşallah ümid edirik ki, bu zəminə olar bir fürsət olar ki, Quran ayələri üzərində bundan sonra daha dəqiq düşünək, daha dəqiq tədəbbür eləyək. Xüsusilə qarşıdan Ramazan, mübarək Ramazan ayı gəlir, Quran ayıdır, ayıdır Quranın baharıdır və Quran çox oxuyacaq Allahın izni ilə, Allah tövfiq versin, oxuyanda diqqət eləyək ayələrə. Və hətta bir hədis var, indi baxmaq lazımdır təbii ki, bu nə qədər dürüstdür bu hədis. Buyururlar ki, Həzrət Peyğəmbər Ramazan ayı bitəndən sonra öz sahabələrindən soruşdu ki, kim bu ayı nə qədər Quran oxudu Ramazan ayında? Biri dedi, məsələn, bir dəfə xətm elədim Quranı, biri dedi, filan qədər surə oxudum, filan ayə oxudum. Səlmandan soruşdu, Səlman Farsi buyurdu ki, Həzrət Peyğəmbərə ərz elədi, ey Allahın Rəsulu, mən bir ayə oxudum və sona qədər elə bu ayə üzərində dayandım, qaldım. Növbəti ayəyə keçə bilmədim. Niyə? Düşünürdüm, görürdüm ki, yeni maariflər əldə edirəm. Və həqiqətdir bu. İnsan əgər, Allah bəzi ayələr var ki, müəyyən qayda əsasında insan başa düşür. Amma bəzi şeylər var ki, o artıq o əməldən sonra insan ki, öz saflaşır və o deyər, zülal suyu kimi pak olur, saf olur. Ondan sonra Allah sanki bir inayət eləyir, bir lütf eləyir ki, Quranda olan incəlikləri dərk eləyir. Biz görürük, deyək ki, Əllamə Təbatəba kimilər, Ayətullah Cəvadi Amili kimilər və digərləri müəyyən bir ayəni oxuyur, biz də oxuyuruq, amma ondan elə şeylər çıxarış edir, biz çıxarış eləyə bilmirik. Amma halbuki əslində həmən ayədən çıxarış edir, o diqqət ki göstərir, bu Allahın bir lütfüdür. Əllamə Təbatəbai buyurdu ki, Allah Teala ki buyurur, istəyirəm artıq bu son hissəyə gəlim, yəni elə düşünürəm, bu günləri bəhsimiz elə yekunlaşacaq. Allah Teala ki buyurur, İndənə xəzainuhu, bizim yanımızda Allahın xəzinələri var və bizim yanımızda daha doğrusu o şeyin xəzinələri var. Və mə nunəzziluhu, və o şeyi biz nazil edirik müəyyən əndazədə, bunları izah verəndən sonra və qeyd etdik ki, bu məsələyə toxuna və bundan sonra izahları özümüzdən verərik. Oxuyuram. Lişşəyi, hər hansı bir şey. Baxın, hər hansı bir şey ki, vücuda gəlir. Allah xəlq eləyir. Yəni, bizim məsələn, insan xəlq eləyir. Qəblə nuzulihi ilə həzihin nəş'ə, bu aləmə, maddi aləmə nazil olmazdan öncə, nazili də məna elədi ki, nə deməkdir? Və istiqrarihi fiyhə, və bu nəşədə müstəqər yerləşməzdən öncə nəyi var onun? Xəzainu, onun xəzinələri var. Və Allah təbarək və təala və cəaləl qədərə mütəəxxirən anhu, və qədəri də bundan sonradır. Mülazimən lil-nuzul, və bu nazil olmadan bir yerdədir. Yəni bu qədərlə nazil olur, müəyyən əndazə ilə nazil olur. Və huvə fi hədihil xəzain qeyru müqəddər. Əlləmə buyurur ki, bəli, Allah ki buyurdu ayədə indəhu bir miqdar, müəyyən bir əndazı var. Allah yanında hər bir şey üçün müəyyən bir qədərlə xəlq eləyir, bir qədərin məlum filan. Bəli, doğrudur. Bu, həmən o nazil olmada bu qədər, məlum qədər olur. Amma nazil olmazdan öncə artıq orada qədər yox idi. Deyir ki, fəşşəyu və huvə fi həzihil xəzain qeyru müqəddərin biqədərin və lə məhdudun bihəddin. Bu aləmə müəyyən bir şey gəlməzdən öncə maddi bir nəşəyə, aləmə, həmən aləmdə, yəni Allahın xəzinələrində və huvə fi həzihil xəzain, ki ona Allah xəzinələr deyir və bütün varlıqlar o xəzinələrin süzülmüş formasıdır, təcəlli tapmış formasıdır və ya nazil olmuş formasıdır. Həmən o xəzinələrdə bütün varlıqlar var. Bütün varlıqlar var. Lakin
o varlıqlar orada ayrı-ayrı deyirlər. Məsələn, deyək ki, bu həmən şəxsdir, bu Əlidir, bu Hüseyndir, bu məsələn Fatimədir, bu filan kəsdir. Xeyr, orada varlıqlar ayrılmırlar, sabitdirlər, dəyişmirlər. Amma elə ki, maddi aləmə endilər, amma maddi aləmə enməyi bu cür başa düşməyəcək, oradan qopurlar, gəlib maddi aləmə düşürlər. Bu, təcəlli formasındadır. Nuzul elə buna görə deyilir. Mən bir dənə sizə sadə bir misal vurum. Baxın, siz gəlirsiniz mənim yanıma, ya mən sizin yanınıza gəlirəm. Keçən səfərdə bu misalı vurduq. Deyirəm ki, mənə 10 manat pul lazımdır. Sizin də 100 manatınız var. Çıxardırsınız, 10 manat verirsiniz mənə. Nə oldu? Sizdə azaldı, oldu 90 manat. Çox gözəl. Lakin, mən gəlirəm sizin yanınıza. Mənə deyirəm ki, siz bu sahədə mütəxəssissiniz. Deyək ki, təfsir sahəsində. Mənə bu ayənin izahını ver. Siz ki, bu ayənin izahını mənə verirsiniz və siz tərəfdən bir növ nazil olur mənə, gəlib çatır mənə. Sual budur ki, sizdə azalma baş verir? Xeyr. Elmdir. Həmin o əql mərtəbəsində elm qalır sizdə və o xəyal mərtəbəsinə düşür. Daha sonra ötürürsünüz, maddi bir formada, danışıqla filan mənə ötürürsünüz. Diqqət edirsiniz. Amma sizdə heç bir şey azalmadı. Heç bir şey azalmır. Buna təqribən buna bənzər bir şeydir. Eyni ilə bunun kimi deyil. Allah ki, xəlq eləyir, bir xəzinədən bir şey vücuda gətirir, maddi aləmə endirir. Belə deyil ki, o xəzinədən qopur, gəlir, düşür bura. Xeyr, qopma deyil. Məsələn, yağış kimi deyil də, yağış adətən ona deyərlər təcəfi. Yağış necə olur? Yağışın dənələri buludda olur əvvəl. Daha sonra o dənələr düşür yerə. Artıq buludda deyil, yerdədir. Buludda da olanda yerdə deyildi, buluddaydı. İndi bu ki, xilqət, mən deyək ki, bu vücuda gəlmişəm, mən vücuda gəlməzdən öncə, deyək ki, həmən o Allahın xəzinələrində varam. Düz? Və indi bura gəldim, daha orada yoxam, belə deyil. Mən indi həm də oradayam, amma sabit formasında. Ona deyərlər əql aləmi. Amma Allahın elmi, Allahın elmindəki sabit bir formada hamısı var və varlıqlar bir-birlərindən ayrılmırlar. Ona görə Allah Təala buyurur: "Və hadzal qədər" ki, bu qədər, mən o ayə, bu hissəni bir daha da oxuyum. "Gayru muqaddarin bi qədərin" bu xəzinələrdə həmən o şey müəyyən əndazə ilə əndazələnməyib. Və la məhdudun bi həddin. Müəyyən bir hədd də yoxdur onda. Və huvə mə'zəlikə huvə. Bununla yanaşı bu həmən odur. Yəni, indi mənim varlığım həmən o Allahın xəzinəsində olandır. Lakin onun nazil olmuş forması. Həmən o elm ki, mənə ötürüldü siz tərəfdən, bu həmən sizdə olan elmdir. Lakin onun nazil olmuş forması. Və sizdə də heç bir şey azalmayıb. Ya siz ki, onun dilinizlə deyirsiniz, danışırsınız, həmən o elmdir ki, əql mərtəbəsində var idi. Əllamə buyurur ki, bunları bu deyəndən sonra deyir, baxın, elə düşünməyin, orada deyək ki, bir dənə sayab, varlıqları sayaq, bu bir dənə varlıqdır, 2 dənə varlıqdır, 3 dənə, 4 dənə, 5 dənə, elə şey yoxdur orada. Orada hamısı sabitdir. Orada 1, 2, 3 yoxdur. Orada dəyişiklik yoxdur, orada hərəkət yoxdur, orada. Yəni, maddi aləm deyil ki, bu xüsusiyyətlər orada olsun. Bunlar deyəndən sonra deyir ki, hər halda bir-iki dənə də burada ayə gətirir, onu da deyim, sonra bu məsələyə toxunarıq. Elə düşünürəm, bəhsimiz bitdi, o ayələr ki, gəlir. Mən Allahın izni ilə növbəti çəkilişimizdə də müəyyən qədər buna işarə eləyərəm. Digər ayələrdən də bu istifadə olunurmu, yoxsa yox? Daha sonra keçərik duanın şərhinə, davamını Allahın izni ilə. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.